Hamınızı salamlayıram. Dəvətimi alıb gəldiyiniz üçün hamınıza minnətdaram. Təşkil edənlər də, mənə köməklik göstərənlər də minnətdaram. Çox sağ olun, sizə də çox təşəkkür edirəm, xanım, Süreyya xanım. Bildiyiniz kimi, mən Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyin sədri Xədicə Mütəlliyəm. Əvvəl tədbirimizə başlamamışdan əvvəl bildirmək istəyirəm ki, bu günləri mən elə bir rayondayım ki, bu rayonun şəhidləri çoxdur. Ona görə də bir dəqiqəlik şəhidlərimizin ruhuna Allah rəhmət etsin, qazilərimizə də can sağlığı versin. Şəxslərin müdafiəsinə dəstək, sosial dəstək layihəsini hazırlayıb. Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarının agentliyinə müraciət elədim. Müraciətimi nəzərə alıb, mənim də layihəmi qeydiyyatdan keçirdilər. Ona görə də mən bu rayonda 3 aylıq layihəmiz icra olunub. Bu 3 aylıq icrada birinci icram olunub Yardımlı rayonunda, ikincisi olunub Tərtər rayonunda, üçüncüsü də Ağdam rayonunda. Dördüncüsü də bu günləri Bərdə rayonunda keçirirəm. Bugün mənim axırıncı sizlərlə görüşümdür. Ona görə ki, layihəmin axırıdır. Bu rayonları seçməkdə də məqsədim olub ki, bu rayonları mən tanımıram. Tanımadığım üçün burada əlillərimin nə vəziyyətdədir, əlil var, yoxdur. Çünki bu müharibə zonasından çıxmış rayonlardır. Bu rayonları ona görə seçmişdim. Seçdim, 2 rayonda da müsbətlə cavab götürdüm, əlillərlə də tanış oldum, qazilərlə də tanış oldum. Yəni, layihəmizi başa vurmaq məqsədimizlə. Bugünkü gündə, indi sizinlə, mən bu günləri bax, bunda gətirmişəm. Həmin 4 vərəqlidir. Burada da özünüz görürsünüz ki, bloknotdur, vərəq məlumatdır, əlillərimizə aid olan məlumatlardır. Şəhid əlillərimiz də buradan yararlana bilər. Bunları sizin üçün gətirmişəm ki, məlumatınız olsun. Yaşam tərzi necədir, işləyir, işləmir, var, yoxdur. Yəni bizdə ümumi əlillərdir. Anadan gəlmə, necə deyiləm, avariya düşmüş, nə bilim, nəsə olanda ümumi əlillər. Bizdə ümumidir, yəni şəhid əlilləri, qazilər də. Yəni mənim gücüm çatan bir şey olsa, istəyir qazi olsun, şəhid əlillər olsun, onlar da bizim vətənimizdir, onlar da bizim vətənimizin evladlarıdır. Özlərini Allah rəhmət etsin, anaları qalıb. Yəni ona da köməklik göstərə bilirik. Onun üçün də mən bu günləri sizinlə görüşə gəldim. İstəyirəm ki, bu görüşlərə bir tanış olun ki, görün bizdən burada əlil olan varmı, 50 olan varmı? Yəni ki, burada görüm analar çoxdur, ola bilər körpə uşaqları əlildir. Pul kəsir ki, evladına baxır, yaxındasa İraq olsa ərinə baxır, axır kiməsə qaynanasına baxır. İndi qaynanaya baxan da var da, olur. Təbii ki, olur da evdədir. Yəni onlara da maaş ayrılır. İkinci qrupları hələ, məsələn, əgər kimsə baxmırsa, ikinci qrupa həftədə 2 dəfə məsələn ona gəlib dəstək olur, sosial işçilər. Gəlib dəstək olur, işini, evini yığışdırmağa, nəysə də bir köməklik göstərir. Yəni bunları siz də bəlkə indi bilirsiniz, mən də bugün də izah edirəm. Ona görə də mən istəyərdim ki, kimisə 50 varsa, bir sözü varsa, bugünkü layihəyə nə istəyirlərsə, buyurub sual-cavab eləyə bilərik. Xoş gəlmişsiniz. Çox sağ olun. Rayonumuzda sizləri görmək bizim üçün bir şərəfdir. Bəli, bilirsiniz ki, əlilliyi olan vətəndaşlar sosial vəziyyəti bir qədər yaralı olan vətəndaşlardır. Ancaq dövlətimiz həmişə bu vətəndaşlarımızın da arxasındadır. Konstitusiyamızda hər bir vətəndaşımız üçün maddələr var ki, insan hüquqlarını ifadə edən maddələr var və əlilliyi olan vətəndaşların da müdafiəsi üçün orada maddələr var. Dövlətimiz həmişə əlillərin arxasındadır, köməyindədir, onların həmişə sosial-iqtisadi vəziyyətinin yüksəldilməsi üçün çalışır. Bunun üçün dövlətimizin bir çox tədbirləri var.
Eyni zamanda bilirsiniz ki bu əlilliyin təyin olunması üçün sosial tibbi ekspertiza komissiyası var ki, həmin komissiya tərəfindən xəstəliyi olan, ümumi səbəbdən əlilliyi olan və eyni zamanda müharibə əlillərinin əlilliyini təsdiq edən bir komissiya var. Həmin komissiya tərəfindən kimin əlilliyi təsdiq olunursa, bunlara dövlət öz dəstəyini göstərir. Və əlillik dərəcələri də bildiyimiz kimi birinci, ikinci, üçüncü qrup əlillik dərəcələri var ki, onlardan işləmə, yəni qismən işləmə hüququ olan əlillər üçüncü dərəcəli əlillərdir. Eyni zamanda ikinci dərəcəli əlillərin həm bəziləri qismən işləmə hüququna malikdir, bəziləri isə tam işləmə hüququndan məhrumdur. Xüsusilə də birinci qrup əlillərimiz başqasının dəstəyinə, başqasının köməyinə ehtiyacı olan əlillərdir ki, buna da dövlətimiz çox böyük köməklik göstərir və o əlillər üçün baxım pulu deyilən, yəni o əlillərə baxan insanlara, ailə üzvlərinə, anadırsa, atadırsa, övladdırsa, kim baxırsa, onun üçün də dövlət ayrıca müavinət təyin edir ki, baxım pulu deyilən bir köməklik göstərir. Bu da yəni əlillərimizə dövlətimizin nə qədər dəstək olduğunu göstərir, nə qədər yəni əlillərimizi biz heç də cəmiyyətimizdən ayıra bilmərik. Hər bir bizim özümüzün kollektivimizdə hardasa bir 10 nəfər əlilimiz var ki, onlar öz güzəştlərindən istifadə edirlər. Məsələn, dövlət onlara pulsuz putyovkalar verir ki, həmin putyovkalar vasitəsilə dövlət tərəfindən 75% ödənilən putyovkalar verilir ki, həmin putyovkalar vasitəsilə onlar müalicələrini davam etdirə bilirlər. Bundan başqa əlillər üçün digər güzəştlər var ki, yəni əlinin özünün seçdiyi saatda 1 saat güzəş verilir. Əgər digər vətəndaşlarımız həftədə 40 saat işləyirsə, yəni günə 8 saat işləyirsə, əlillər günə 7 saat işləyir. Yəni 1 saat onların güzəşləri var. Bütün bunlar hamı ilə bizə görüşümüzə gəlməyiniz və bu layihəni bizim müzakirəmizə verməyiniz özü çox böyük bir uğurdur. Sizin üçün də, bizim üçün də böyük. Təqdirə layiqdir, bəyənirik. Mən elə bilirəm ki, indi hər birimiz, yəni burada oturan yoldaşlar hər birisi layihə ilə tanış olub, öz fikirlərini iləri sürərlər. Çox sağ olun, təşəkkür edirəm Səniyə xanım. Kimin daha sözü var? Olar mı dəqiqə? Mən sualım. Buyurun. Mənim bacımın övladı birinci qrup əlildir, amma Rusiya vətəndaşıdırlar. Yaşadıqları ev, amma düz ödəyə tikdirlərsə də adlarına deyil də, yəni arayışla verilmiş torpaqda, bələdiyyənin torpağıdır, yəni ev tikdirlər içində. Amma adlarını keçirdə bilmirlər, onun üçün köməli edə bilərsiniz, amma xarici vətəndaşdır, yəni deyirəm. Xarici vətəndaşı orada yaşayır? Yox, Bərdə yaşayırlar, Güroglar kəndində. Yəni evdəki belə ki, bacım qaynatasının adınadır, belə torpaqda. Amma elə o xəstə uşağın adına tikilmiş evdir. Amma özəlləşdirə bilmirlər də. Yəni burada görürüm gəlmişsiniz ki, birinci qrup yaşayanlar mümkünatı var ki, bunlar yaşadığı ev öz adlarına keçsin. Amma xarici vətəndaş olduğu üçün sizə müraciət edirəm ki, ona yəni köməklik edə bilər. Çünki ikilik vətəndaşlığı yoxdur. Bir dəqiqə xanım, mən sizin adınızı qeyd edeyim. Mənə telefon nömrəsi çox gözəl. Birinci qrup, birinci qrup işləmə hüququ. İndi kimin sözü var? Bu bildizə təzə gəlin yəqin ki, müəllim bilmədi. Əlilliyi olan şəxslərin sosial müdafiəsinə dəstək adlı layihəmizdir. Siz indi gəldiniz deyə, ona görə izah edirəm sizə. Yəni, əlilliklə bağlı sizin nə problemləriniz var? Kimin problemi var? Bir danışın. Lap şəhid ailəsi də, qazi da olsa, problem yoxdur. Familiyası deyil. Məmmədov Azər. Azər kim oldu? Qəzənfər oğlu. Danış, mən bulanım sizdən. Buyurun. Xoş gəlmişsiniz Məzunə rayonumuza. Birinci növbədə. Mənim xəstə uşağım var, əlildir, danışmır. 600 600 xəstəsi.
Nəman. Hə, nədir bu problem? 13 yaşı var. Problem yəni belə müalicə elətdirik devlət tərəfindən yox, öz şəxsi hesabımıza. Dövlət niyə müavinət Devlət verir? pensiya alır. Bəs pensiya dövlətin dəstəyi deyil. Nədir pensiya alır? Yəni müalicəsindən deyirəm. Dövlət Fikrimi çatdıram mən sadəcə. İndi siz nə eləmək istəyirsiniz? Onu harasa müalicəyə aparmaq istəyirsiniz? Bəli. Harasa müalicəyə aparmaq istəyirsiniz? Elə Fikrinizi dəqiq onu açıqlayın. Bakıya apardıq, Saydan Orada Günel həkim var, Günel Ümid. Bu Ali Azərbaycan çıxır. O müalicə edir. Bilirəm. İndi sizin nəyə ehtiyacınız var onu deyin. Pula. Sığorta qarşılaya bilər. Əsas sığorta qarşılaya bilər. Sığorta. İndi yalanı siz söz verə bilərəm. Mənim yalan danışandığımdan, yalan deməyimdən xoşuma gəlmir. Əgər mən onu öyrənəcəm, sizə məlumat verəcəm. Ki, siz deyirsiniz ki, mən pula ehtiyacım var, uşağımı müalicə edin. Yəni, ola bilər ki, sizin övladınızın haradasa müalicəsi var, apara bilməzsiniz. Onu demək Onu demək istəyir də bildirim. Eləmi? Onu demək istəyirsən, yəni o saatda. Siz heç aparmısınız, orada vardı ki, 12 il ona dayanmadan müalicə edir. Yəni, həmişə Bakıda mı? Allah rəhmət eləsin. O professorlar bir rəhmət edir. Rəşid mən. Talib Davuşinski. Zakirəli. Hə, Zakirə. Uzun müddət müalicə edir. Uşaq nevroloji Azərbaycan daxilində həkimi Günel Ümid. bəlkə mən öyrənim, bir həkim tapam, pulsuz müraciət edeyim, görək nə deyərlər. Pulsuz müraciət belədir. 11 dənə elə başını illik dəfə EG elətdirəm, 200 manat edirəm. Yoxdur, indi elə vicdanlı həkimlər var ki, doğrudan da istəyər ki, kömək eləsin. O həkimə gedib düşməyin elə bir xərcindən çox resept verir. Yəni həkim baxdı, onunla Ən azından nəyə kömək edir? Yenə də siz burada göndərirəm, burada telefon nömrəniz burada mən axtarıb tapılmayanda. Bir dənə bunu ötürün, o oğlan. Bir burada yaz da. Gəl bura, telefon nömrəni yaz. Burada nömrəni axtarın. 50'li alırsan. Neydi atanın? Adın yazmışam, şey yazmışam. Mesela 50'li niye almıyorsunuz? Olar ki, biraz sakitçiliği bərpa edəsiniz. Hər halda tədbiri bazara çevirmək olur. 2 dənə darca. Bir mesela o siz kimi müharibə əlində iştirak edib, onun evi yoxdur. Pis gündə yaşayır, vəziyyətim pisdir deyir. 4 dənə də uşağı var. O da məktub göndərir. Deyir ki, mən bilirəm, siz mənə ev verən deyilsiniz, biz deyir də, mən ev verən deyiləm ki. Mən kimə, mən ailələr cəmiyyətəm, qeyri-hökumət təşkilatım. Amma müraciət onun üçün dünənləri qəşəngcə yazdım, göndərdim. Özdə də dedim, Allah'la aram yoxdur. O işi əgər eləyəcəmsə eləyərəm. Eləməzsəm eləyə bilməm. Dedim qardaş, əgərlər deyirsən ki, mən bütün hər yerə məlumat vermişəm, mən cavab ala bilmirəm, mən balaca adamam. Mən kimim ki, mən durum sənə ev paylayan deyiləm ki, ev verim. Amma mən öz məktubumda, öz nətərlə ki, məktubumla müraciət eləyərəm. Hə, müraciət eləyərəm. İndi dünənlər onun üçün getmişəm, elə eləmişəm ki, cavabı gəlsin ki, o adama çatıb çatmıyor. 2 adamı dünənləri yardımdan eləmişəm elə. Birində də şey olub, veteranlıq verir. 44 günlük müharibədə iştirak edir. Amma olmuyor. O da ki, geri gələndə o, necə deyim də, ona mənə səlahiyyətim yoxdur. Yenə mənim yazdığım gəldi. Yenə gittim, yazdım. Amma ki, o, bura gələsən gərək, orada yerində danışasan. Mən də bu tədbirlərim olduğu üçün, axı, mən tədbir üçün hazırlaşıram ki, işlərimi görüm, onu alım, bunu alım. Onu eləyirəm, onu görə oraya gedəbilmirəm.
İndi siz deyirsiniz, sizinki uşaqlardandır. Gərək o vaxtı sıralardınız, indi o əlbəttə geçdi. Gərək sən almaq üçün nə ararsan, nə xəstəxanada yatırsan, həkimlərin kağızları da dolar. O başqa şey. Amma uşağın üçün, mən istəyərəm, niyə görə deyirəm, uşaqdır. Mənim uşaqlar yaralı yerimdir. Bir girin bir həkimlə danışım, deyim ki, bu adamın köməkli, bu kasıb adamdır, bu belədir, elədir, daha sən orada gəlib, mən çağıranda şişitmə özü, deyinə ki, gücüm yoxdur da, belə. İndi görək bu uşağı nə eləyərəm? Amma bunun üstünə düşərəm. Bir söz deyim, pis başa düşməyim. Başa düşmürəm. Elə bir ki, o xəstə uşaqda onu gündə bir həkimə salmaq düz gəlmir. Onun artıq həkimi var. Hə, Yəni, başa düşdüm səni. gücünüz çatar, köməkli eləyərsiniz. Yəni əsas maddiyyət. Təlimatda da yazılır. Maddiyyət lazımdırsa. Yox, belə Onda almaq mən çox də, çətindir. yox, belə güclü çatar biləndə ki, mənim O özüm... təlimatda da Bilirəm, yazılır o. bilirəm. Orada Ona görə yazın, deyirəm. amma gəldim, mən dəstək, o dəstəkdir ki, mən sənə belə dəstək göstərə bilirəm, ancaq maddi göstərəmərəm. Çünki məndə maddi yardım Təlimatda və olmur. nəfs yazılır. Harada yazılır? Yaxıncı verəcəm. Ha, oxuyun görüm mənə, harada yazılır? Bax, bu zatda deyirəm. Mən onu deyirəm, mən deyim ki, o şeydir, sosial müdafiə. Yardım edə bilərlər. Göndərəsən bir kağızı adam gəlir. O kəsə bilməz. Onu kəsə bilməz. Maşallah. İnanın Allaha, zincirə bağlanmış dəlinin kəsilər bilsiniz. Nə danışırsınız? Çünki görmədən, bitirdim həkimləri, o xəstəni görmədən. Sizə də danışın. Mən də sən danışdığında mən danışmıyorum da siz da. Bir kəlmə söyləyin. Biraz sakit olalım, biraz sakit olalım. Birinci çox xoş gəlmisiniz. Sizi salamlayıram. Belə görüşlər tez-tez olsa lap yaxşı olar, danışmalar. Çünki hamının dərdi o qədərdir ki, onlar hamısı öz dərdlərini deyəcəkdir. Görürsünüz nə qədər dərdli insanlarımız var, hamının çoxunun evində var bunu. Mən özüm, öz gözümü şahidiyəm ki, kılçası olmayan insanın əlini kəsmişdilər. Neçə idi bunu alır? Ana gəldi yanıma, dedi Səriyə xanım, hansı ana balasını zincirə bağlı? İstəyər ki, zincirdə olsun balası. Amma mən balamın Kim yalandan deyər əliləm, qılçam yoxdur, onu kimsə deyə bilər, heç kim. Hamı istəyər ki, hamı kimi yola çıxsın, küçəyə çıxsın, əlil arabasında hərəkət eləməsin. Bir də ki, siz elə bir iş qaldıra bilərsinizmi? Bu əlillər, sosial əlillərdən bu 2 gün yox, 3 dəfə getsinlər. Çünki elə əlillər var ki, oturur, təmizlik eləyə bilmir, yemək içməyini heç eləyə bilmir. 2 dəfə ki, az olurlar. O işçilər, elə əlillər var ki, 2 gün az olur. Bircə dəqiqə ona mən istəyirsiniz cavab verin Xəcə xanım. Ver. Yəni, bu sosial xidmət işçilərinin işi belədir ki, yenə deyirəm, siz ki, dövlətimizdə 40 saatdan artıq iş saatı yoxdur. Düzdür? Yəni, kənd yerlərində 8 nəfərə, şəhər yerində isə 12 nəfərə xidmət göstərir bir sosial xidmət işçisi. Və o sosial xidmət işçisinin iş saatı bölünür, hər bir təmhanın yanında, yəni o sırf əlillərə onlar yox, eyni zamanda evində tək-tənha yaşayan ahıl vətəndaşlara xidmət göstərirlər. Və bunun da iş saatını böləndə hər bir vətəndaşın evində gün ərzində saat yarım ola bilirlər. Və gəlir həftədə 2 dəfəyə düşür. Yəni o bölgədən asılı olan bir şey. Bilirəm, amma mancası bu əlil adamlara bu çətindir. Yəni yenə deyirəm, əlil adamlara o çətindir deyəndə, xüsusilə birinci qrup əlillərə çətindir. Birinci qrup əlillərin də mütləq baxanı var. Mütləq ailədən o pulu alan var. Yox, elə də var ki, müəllim, onlar təkdir. Yox, evində tək-tənha, bircə dəqiqə, evində tək-tənha yaşayan əlilləri dövlət özü, əlillərin həm bərpa mərkəzi var, eyni zamanda o əlillərin, yəni tək-tənha yaşayan birinci qrup əlillərin kimsəsi yoxdursa, onlar üçün dövlət tərəfindən xüsusi yaradılmış evlər var Bakıda, onları göndərirlər olar. Yəni Səhiyyə Nazirliyinin nəzdində tək-tənha yaşayan, ahıl əlil vətəndaşlara baxan şöbə var. Ora gedirlər, ora göndərilirlər. Yəni evinin içində olan
əlinin isə, yəni birinci qrup əlindən gedirsə söhbət, onun 100%, onun baxım pulunu kim alır? Evdəkilər. Evdə adam yoxdur, təkdir bala. Yox, onun baxım pulunu kim alır? İndi kim alırsa, indi o... Bəli, həmin adam da baxmalıdır. Əgər o adamın adı verilirsə ki, o adam buna baxır, o adamın da artıq öhdəsindədir, məsuliyyətindədir. Bunun üçün evinə gəlmirsə kim ola bilər? Yəni o adamın məsuliyyətindədir. Yox, Mənim onu bir saat, məsəl üçün həftədə 2 dəfə deyir, bir saat, yarım saat deyir. Mən o saat yarım, bir saat gedir. Biz elə bir ki, Yəni üstünə əgər çalın. elə kimdir onun zəhmət olmasa adam deyil, Yox, öz rayonumuzun onları 2 dəfə qurumları ilə gedirlər, 3 dəfə, tənhadılar, təkdilər. Bizim öz sosial işləyənimiz var. Siz də tədbir, hökumət, hər şey gözəl ölçü. Əlbəttə, ölçü var, biçi O var. yəni tərəfə hər şey çevirib, onun qanunu yazır. Amma bu qanunlar icra olunsa daha gözəl olar. İcra olunur, o yazır, amma icra yox, indi öz aramızda, məsələn, prezidentimiz fərman verir ki, bu olsun. İsi əlillərə, isi şəhid ailələrinə, isi qazınır. Amma icraçı, o da gəlib bir adamdır da, bizim prezidentimiz çox gözəl təkliflər verir. Amma icraçılarda biraz səhlənkar olur. Ona görə Sizin layihəniz çox gözəl var. mənim məqsədim də bir dənə o idi ki, gözəl. Demək belədir. Bilmirəm. Bizdə ənənlər cəmiyyəmiz Əvvəllər var idi, Cavanşir idi. Cavanşir çıxar. Oyununa götürə bilərsən, problem yoxdur. Keçən il mən ictimai nəzarətdə var idim, inkişafa dəstək ictimai nəzarət, bir dəqiqə xanımlar. Demək, orada getdik Güloğullar sakininin. Buyur. Güloğullar sakini var idi uşaq, 19 yaşında oğlan, tamamilə danışa bilmir, anadan gəlmə serebral itlikdir. Yəni biz cəmiyyət olaraq getdik ona əlil arabası verdik. Yəni olarmı ki, mən bir də təsadüf eləsəm belə bir hala, sizin cəmiyyət, yəni əlillər cəmiyyəti, bir cəmiyyət olaraq onu əlil arabası ilə təmin eləməyə, yəni o iqtidarda varsınız, yoxsa? Hə, o eləyə bilərik. Niyə görə? Siz amma onu epik göstərməyə verməlisiniz ki, həqiqətən də bu adama əlil arabasına məhkumdur. Mənə göndərsən, mən onu oçretsiz, oçretə salırlar, qeydiyyətə salırlar, haçansa kefləri duranda verəcəklər. Amma əgər lazımdırsa, oçretsiz göndərəm. Çünki heç mən Gəncədə mənim təşkilatım olmayıb, hardansa Face'dən mənim nömrəmi tapıblar, mənə zəng olundu, dedi ki, bəs mən Gədəbəydə yaşayıram, Gəncədə bacısı mənə zəng eləyib. Bir haldadır mənim bacım, bəs mənə uçotdadır, vermirlər, 2 ildir. Dedim, ev yoxdur, onun şəklinin epikistlərini mən atdım, mən də getdim əllərin bərpa mərkəzinə. Orada bir səs qaldırdım, dedim bir dəqiqə, dedilər ki, götürdülər yanımda, zəng elədilər Gəncəyə, Gəncə apardı qapısına qoydu. Amma uçotda duranda gec olur. İndi olar, problem yoxdur. Əgərləri... Sözünüzü kəsirəm, üzr istəyirəm. Yəni aldıq öz vəsaitimiz hesabına. Başa düşürəm mən səni. İkinci əl işlənmiş araba. Çünki uşaq elə bir vəziyyətdədir. Anada Xanım, problem yoxdur. Siz onu puldan almışsınız, devlətdən almamışsınız. Yox, fərdi almışsınız. Amma mən sizə deyirəm, o uşağın tedristlərini göndərirsiniz. Özünüz burada da sosiala gedin, sosialda onu qeydiyyatı saldırın. Sonra onlar sizə, ola bilsin ki, gez verərlər. Sonra siz həmin kağızların surətini mənə verirsiniz, mən onu alıb verirəm sizə. Amma yaxşı olardı ki, sizin yerlərdə belə rayonumuzda, ümumiyyətlə başqa digər rayonlarda nümayəndə kimi verdiyiniz, bəli, filial deyək də belə. Burada mən istəyirəm də, burada istəyirəm ki, bir adam olsun ki, o da ki, bilirsiniz ki, qeydi-hökumət təşkilatı olmağımıza baxmayaraq, bizdə belədir. Əgər icra nümayəndəsində, məsələn, deyirəm ki, tutalım, Səriyə xanımı orada təşkilatımız sədri qoyuram. Məsələn deyirəm, sizdən uzaq. O istəməsə onu, mən onu qoya bilmirəm. Çünki burada işləyir, onlarla işləyəcək. Başa düşdüm, mən Bakıdayım, onlarla işləyir. Bir şey olanda, məsələn, o deyəcək. Onda onlar istəmədiyi adamı qoya bilmirəm. İndi kimsə əgərləri boynuna götürüb, özünə verirdi ki, icra da məni dəstəkləyə bilər, hə, mən onu qoya bilərəm. Bir dənə əmr verirəm, göndərirəm Bərdə rayonuna. Olursuz, ondan sonra da başa sağlamda nədir.
Xəcər xanım, mən də qonşumda bir 50 ocaqda hərəkət edirlərsə, əgər köməkliyiniz olsa ona da yaşlı adamdır. Onu da bir Arabaya ehtiyacı var. Yox, indi bir dənə söz deyim də. Bir var ki, xanım, bayaq gördünüz, ondan soruşdum heç mən. adam elə qucaqdır. Nə danışmır, nə yeri. Axı burada Bütün bəzərini istəyir. sosial təminat var burada. Bərdə rayonunda. Və sonra gedib düzdürmü? Və müraciət eləməlidir ki, mən bunu əlimdə gəzirəm. Bilmirəm, amma o bilir. Nə qucaqda hərəkət. Bilirəm, mən sizi başa düşürəm. O, həkim ona kağız verib. Həmin kağızla gedir sosial burada şeyə. Dediyiniz kimi də olsa, onu elə xəstə ona kim öləcək? Birinci ora müraciət Yox, bilsən nəyə görə? Əvvəl bəlkə də eləyiblər, birinci ora müraciət edirlər. Bəyan nə dedim? İzah elədim ki, 2 il, 3 il, deyir ki, o çirkdəsən. Oğul da həm qazidir, müharibə veteranıdır. Özü də belindən şeydir də, o yazıq elə qaçır, çölə içər, qucağında kravata qoyur, gətirir, belə zülm çəkir. Yox, o yenə də bura müraciət eləməlidir. O bilmirəm, müraciət Yox, edirəm. oğlundan da soruşam, mən kömək deyirəm. Mən o əli arabasını alıb vermirəm. Mən orada gecikmiş adamlara köməklik göstərirəm. Yəni ki, bir var ki, zəng eləyir, deyir ki, bağışlayın, indi belə tutma məni. Deyir ki, şeydir, nə oldu əl arabası? Şu gözdə də ölçətdədir. Bir də var ki, mən gedib qapını açıram, deyirəm, bilirsən nə var? Mənim olandan onlara fəxri fərman da vermişəm, təşəkkürnamə də vermişəm. Çünki heç tanımadım, üzünü də görməmişəm o adamları. Beyləqanı eləmək Bilməmiş olmazlar, deyərlər. Ona görə getsin, müraciət eləsin, mən adım, familiyasını mənə atırsam, deyirsən ki, mən yazı verirəm. Müraciət edir, ondan sonra götürürsün. Nədir, mənə deyirsən ki, bəs uçaqdadır, amma vermirlər. Sonra mən gedirəm, onun pasportunu bir də yastığını kağızını verirsən, mənə gedirəm. Başqa yerə. Xanım çaylı isə, Yaddaşda gedir, yox, gedir. Açılsın da yolaqçı getirmişəm də. Sağ olun. Söhbət edilir, boğazınızda. Mən qızım 6 ildir gözündən əziyyət çəkir, yəni çəplikdən. Gözündə çəplik var, 6 ildə əziyyət çəkir. Bəli, yəni əməliyyat da olubdur, düzəlmir. Düzəlmir. Xeyr. Amma ki, bir Amma dənə mən ona heç bir şey düzəltməmişəm. mən bir dənə şey deyim, siz o bəlkə Xəlil doktora görürsünüz ki, mən orada görürəm. Xəlil doktor nələr eləyir, heç gözləri görməyən yaparır. Cavan qız uşaqdır, yoxsa onları... Mən özüm də gedəcəm, mən gözümdə. Yəni hərbi balensiyada oldu, yoldaşım hərbiçidir. Hərbiçidir yoldaşım. Onların, yəni hərbiçilərin də ailəsini Kim yoxlamaq. bu hərənçiləri tez götürürlər? Hərbi qızlar. İstəyir desin ki, Yəni onun nəsə bir düzəltmək olar, düzəlmir. Gözü düzəlmirsə, əliliyi düzəltmək deyəndə həkim o kağız verməlidir. Dəqiq o biz düzəltmirik ki. Həkim kağız verməlidir, həqiqətən bunu. Yox, yəni məsləhət alıram ki, Başa düşürlərsən. Mən də deyirəm, həkimin epi verəsi sizin əlimizdə yazılıdır, onu oxuya bilirsiniz. Buna nə olar, nə olmaz. Bir gözüdür. Bəli. Əfəcə Yəni xanım, o qədər çəkdi ki, gözdə o həkim özü də dedi ki, o dartılmanı düzəltmək olmur. Yəni bu gözü düzəldəndə bu biri göz çəpləşir. İndi ona dərəcə Yenə, qoyuldu, o dərəcə əgər qız uşaqdırsa, çox xahiş edərdim ki, mən onu demək istəyirdim. Mən onu aparın Xəlil doktorun yanına. O sənin gələcəyi var da onun. Bilirəm, əlbəttə. Kanala yoldaşımı deyilən kim olur? Hərbçilərə pulsuz, parasız görüşdü zarur olurlar. Gözü görməyən 2 dənə adamı göz qoydu. Göz açdı, qoydu. Apar yine o. Mənim həkim harada oturur? O bilmədi mi onu? Bizim də sən kanalda baxın. Orada bax, Xəlil doktor gəldi. Bizim internetdə var, bir yaz çıxır Xəlil doktor. Bir dənə apar yine bu o 50'lik peşə deyil kızım. Ancaq bu kız uşaqdır, bu gözlərini onu düzəlsin. gözün üstündə. Gözün üstündə onun pasiyetidir də. Dedi ki, mən onu da müraciət elədim ki, mənim qızıma təqaüd etmə. Dedi ki, qız uşağıdır, niyə sən qızın adını idim qoymaqda, ehtiyac düzəltdirmə. İndi o deyəcək, düzülmür qismə gəldi ki, indi qızın ailəlidir, 25 yaşı var. O uşaq vaxtından danışıram. İndi onu demək istəyirəm ki, əgər bir göz anadan gəlmə xəstə olan
adama indi düzəltmək olar təqaüd, pensiya düzəltmək olar. Yəni bir gözü anadan Olar, hə, niyə olmur? Həkimə getməlidir də. Neçə faizidənsə o, bir bilmirəm. gözü metrə görür də. Bir-birində yoxdur. Yox, əlillik yoxdur da. Yəni sağlam qadında amma ailə başçısı yoxdur. 18 yaşında Pensiya yaşında 2 il qalır hələ. O ödənilə bilər. Ailə başçı itirməyə görə Ailə başçısı pensiya alanda verəcəklər onu. ailə başçı dediyinə görə uşaqları alır. Bəs bunu nəyə yazıram mən? Ki, hə, bu qədər adam işte. Tutdu birdən birinizə zəng elədi, dedi ki, layihə var idi orada, gedmirsən? Nə olsun video görür? Yenə dedi, eləyirlər. Belə düzləyəni başlarınızı sayırsın. Nə qədər şeylər götürdük, bilmədiyimiz şeylər. Bu ictimai vəzifə. Əlinizin ayrılsın. Bir öpüyondan İşiniz var. O rəhmətə gedəndən sonra 20 mən hada ne yadımda nə qalır, gedib O başqa mənada zərifdir. Əslində qadınlar kişilərdən çox-çox mükəmməl və dözümlüdür. kişilər biraz belə demirəm, kişidirlər, amma elə bir ki qorxaqlıqları var bəzi şeylərdə, dala çəkilirlər. Yəni qadınlar daha mətindir. Ona gedirəm. Elə kişilər var ki, pul var, amma ev eləyə bilmir, heç eləyə bilmir. Onu qadın eləyir ona. Ümumiyyətlə Onun üçün deyirlər də, evi quran qadınlar. Bəli. Amma elə qadın da var, kişinin pulu var, dağıdır, hər şey gedir. Allah göstərməsin, nə qadın. Var, yoxdur. Mən onu qoymadım şey eləməyə. Mən onu da arxa qoymadım. Batsa da mən ona arxa dayaq oldum. Ona həmçə deyir ki, ana sən qoymuşsan, sən bax kimi ötürüz, balam, mən kimi ötürməyəm. Mən onu qoymadım onu şey eləməyə. Elədir də, bilsən analar, elə qadınlar var doğrudan da möhkəmdir, arxa durur balalarına. Məsələn, mənim bir dənə oğlum var da, görürəm ki, hərdən sözümüz düz gəlmir, deyirsən, mənə işimə pəl verirsən. Amma gedir, gəlir, deyir ki, yox da, elə sən deyəndir. Yenə ataların məsələ var, deyir ki, nə olsa da başlayır yenə mənə şey olmağa da, yəni məndən gözləyir. Ana elədir də. Yaşlı tələbələrə. Uşaqlar yaşlı azdır. Ona görə də nə bilim Allah hamı qorusun, hamı balalarını qorusun. Yenə deyirəm, nə deyim eyvallah. Bəyənirsiniz, bəyənmirsiniz. Mən çox xoş gəldim. Mən də çox xoş oldum. Valla mən də heç bu bədəni tanımırdım, ona görə buranı seçdim ki, burada görüm bu əlillərim var, yoxdur, bura müharibə zonası oluyor. Ona görə bu 3 rayonu keçib gəlir, 3 rayonun axırıncı rayonunda da var. Dedim də bayaqda Tərtər idi, Ağdam idi, Bərdə idi. Bu 3 rayonda bilirdim ki, müharibə zonasıdır, burada yaralılar çoxudur, çox məsələn acınacaqlı vəziyyətlər olur. Ona görə də bu rayonları seçmişdim. Ki, heç olmasa gedim, baxım, görüm nə var, nə yoxdur, bizim əlillərimiz nə edir. Yox, siz elə düzgün rayonlar seçmişsiniz ki, bu rayonlar hər biri özlüyündə bir qəhrəman rayondur. Bəli, bəli. Xüsusilə mən Bərdə haqqında deyərdim ki, yəni Bərdə, bilirsiniz ki, 90-cı illərdən ki, torpaqlarımız işğal olundu, 20% torpaqlarımız getdi. Bərdə hər bir rayonun qaçqınını qucağına aldı. Bəli. Hər bir rayonun. Yəni bizim torpaqları işğal olunmuş rayonlarımızdan elə bir nümayəndə yox ki, Bərdədə yaşamasın. Və evlərini açdılar, qucaqlarını açdılar, çörəklərini böldülər. Anadılar, onunla bir arladılar. Eyni zamanda, bəli, onlarla eyni zamanda və bu son bizim 44 günlük müharibəmizdə inanın Allaha o ev yox idi ki, cəbhəyə dəstək olmasın, əskərlərimizə dəstək olmasın. Puldan pul kimi, paltardan paltar kimi, yatacaq kimi, hər cəhətdən hamı bir oldu və qələbəmizin əsas motivi də o birliyi yaratır. Bilirsən, biz elə bir xalqıq ki, doğrudan da bu yıxılana qaldırmağı bacarırıq.
kömək eləyirik. Xanım düz deyir, valla. Biz elə xalqıq. Mən baxmayaraq ki, məsələn, müharibə zonasında müharibə vaxtı getməmişəm. Amma gedənlərə dəstəyimi göstərmişəm ki, bu da məndən hədiyyə olsun ki, məsələn, əskərlərimiz apara, əlcəkdir, corabdır, elə şeylər. Yəni, bunları eləyə bilmişəm, özüm gəlməmişəm də, yəni, nəyə görə gəlməmişəm? Vəziyyət belə olub ki, özüm xəstəyəm də, ikinci qrupu əlilənməndə. Bir də görsən, elə bir vəziyyətlərə düşün. İnanırsan ki, hər müharibə vaxtında, hər bir şəhidimiz gələndə, Allah rəhmət etsin şəhidlərimizə, mənim 2 dənə skoru gəlirdi. O televizora baxırdım, o qədər ağlayırdım mən. O qədər ağlayırdım ki, halım dəyişilirdi, qoşular tökülürdü ki, skorlar gəlib. Dözə bilmirdim. Bir də ki, ermənilər o vaxtı daşnaqlar, bizi, Azərbaycanlıları Yerevandan qovanda. İnanırsan ki, mən nə hallara düşürdüm o vəziyyətləri görəndə. Xocalı şəhidlərin, Xocalıda elədiyi törətlikləri, vəhşilikləri görəndə, inanırsan, mənim nə qədər skorlar gəlirdi. Mən dözə bilmirəm. Mən baxmayaraq ki, qadına, həmin momentdə mənim yanımda, o erməni olsaydı, orada öldürərdim. Düz deyirəm. Mən heç kəsəndə qorxmuram. Çünki mən o əli ayağı bağlı, bütün o Xocalı şəhidlərini görəndə, elə bu sizlər demirəm də şəhidlərini. Onları görəndə mən nə hallar üçün, hər dəfə görəndə mənim ürəyim yanır. O nə deməkdir ki, biz bir millətik. Həmişə də bir olaraq qalacaq. Onların sayəsində də gəldik. Vallahi elə onların sayəsində bəlkə də bu günləri biz bura gəldik. Çıxmışıq şəhidlərimizin sayəsində. Ermənilər kömək eləyirdilər, gələ bilərdilər. Yenə sağ olsun prezidentimiz. Prezidentimiz yaxşı müdafiə qurdu, yaxşı, nətərdim ki, siyasət işlətdi, yaxşı, nətər deyirlər ki, snaperlər aldı, hamısına köməklik olundu bizə. Ordumuz oldu, düzəldi. Amma şəhid olmalıdır, müharibə olanda şəhid olmalıdır. 10-cu illərin qəhrəmanları qoyuldu. Onlar Əhliyalın, uç rəngi ilə ermənilərin qarşısına durdu. O vaxtın nə ali başkomandanımız yox idi, nə silahımız yox idi, nə ordumuz yox idi. Yəni bunların heç biri yox idi, amma onlar geri Biz oğlanlarımızı özləri dalga vururlar. Yəni heç kim deyə bilməz ki, torpaqlarımız işğal olsa da 20%, heç kim deyə bilməz ki, biz məğlub olduq. Biz məğlub olmadıq. Məğlub olmadıq. Deyil. Əgər o formada bizim vətəndaşlarımız, bizim oğullarımız o formada düşmənin qarşısına çıxmasaydı, biz bu günlərim qələbə çalmazdıq. İstəyir 20 yanvarda. Bəli, Əliyalı bilirsiniz ki, 20 yanvarda tək erməni məsələsi deyil. Bilirsiniz ki, ermənilərin arxasında hansı dövlət dururdu, hansı dövlətlər arxasında dururdu. Bugünkü gündə də məsələn yenə arxasındadır. Bugünkü gündə də. Amma biz bu 30 ildə özümüzü tapdıq. Özümüzə qayıtdıq. Ali başkomandanımız oldu, silahımız oldu, bərqərar ordumuz oldu və birliyimiz oldu. Onun da sayəsində qələbə çaldıq. Bəli. Və tarixdə görünməyən bir işdir ki, qəsb olunan torpaqlar geri qaytarılır. O tarixdə heç elə bilirdik, valla utanırdım bir yerə adam danışanda ki, torpaqlar olan əlindədir. Elə bilirsən ki, hər şey başımız ucaldı. Əsas odur. Və bugünkü gündə də Allah şəhidlərimizə rəhmət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Görün nə deyirəm. Bu günləri istəyirəm ki, danışanlar danışdı, ürək sözlərini deyənlər dedi. İstəyirəm ki, tədbirimizi bağlayaq. Yenə də buradayam hələ ki, kimin sözü, söhbət olsa danışmağa, yəni hazıram. Onun üçün də... Sual olan var. Sualım var, buyur. Mən şəhid Rüstəm Məhsimovun ailəsindəyik. Ana bizlə yaşayır. 76 yaşı var anamın. Mən bilmək istəyirdim ki, ona sosial dəstək kimi, hansısa bir yerə göndərmək, Naftalan kimi, ya bir başqa bir yerə, müalicə məqsədi ilə. Elə bir şey var, bilmirəm, sizin sahənizə uyğundur ya yox. Bizim sahəmizə deyil, onun dost xidmətlərinə getməlidir. Xidmətinə aparmalıdır kağızlarını. Onlar mütləq eləyəcəklər, onu deməkdir ki.
dost xidməti. Biz evdə birdən müzakirə edirik, danışırıq ki, hansı quruma yaxınlaşaq, kimə deyək ki, Oraya gedəndə xanımlar özləri, adamlar özləri yanaşır. Deyir ki, mən məsələn, Naftalana getmək istəyirəm, nə bilim, Kurorta getmək istəyirəm, hara getmək istəyirəm deyərlər, onlar özləri yönəldirlər. Başa düşdünüz? Onu Səliyə xanım yaşaması. O bizim rayonda Tərtərdə icra başçısı öz vəsaitini edir hamısını, bütün şəhid ailələri, etab hamısını göndərir. Yeganə rayon bizim ki, onun icra başçısı öz vəsaitini Həmin edir. şöbədə bütün Bəli, bəli. üçün onların hüququdur. Yəni Həm şəhid ailələrin, həm qazilərin. istənilən ümumiyyətlə pensiya alan pensiyaçılara pulsuz putyovka var. Güzəştli putyovka verilir. Yəni gedirsiniz, verirlər. Orada xüsusilə yox, bizim güzəştlər üzrə mütəxəssislər var. Öyle bir yaxınlaşıb, Orada yanılıb, sənət, yəni həmin vəsiqəsi gedin, əlli kağızla gedin, ya belə pensiya kartıyla, pensiya kağızla gedin, müraciət edin. yox, layihə verib, Dövlətin istəyir təqaüdçülərə, istəyir əlillərə, istəyir sağlamlıq imkanı məhdud uşaqlara, yəni sosial vəziyyəti aşağı olan hər bir vətəndaşın həm güzəştləri var, həm dəstəyi vermir. Danışın. Mən Nağıyeva Zülfiyə Abbas qızı. Mənim uşağım 2-ci qrup əlildir. 2 aydır ki, pensiyası kəsilibdir. Yenidən bərpa eləmək üçün mənə kömək istəyirəm, xahiş edirəm. Epilepsiyadır xəstəliyi. Özüm də çox narahatam. Yəni, üzr istəyirəm də narahatçılığım var. El olur 2 gündən bir, 3 gündən bir üstümə skora da gəlir. Yəni, həm özümdə də əsmələrim olur, uşaqda da olur. Yoldaşım da gözlərində, hər iki gözündə problemi var. Özüm burada işləsəm də, amma maddi vəziyyətimiz biraz çətindir. Və xahiş edirəm mənə kömək edəsiniz. Gedirsiniz. Getmir, hadi. Kimin sualı var? Özü də, bax, evdə xəstə anıya baxır. O duran adam, ona görə tələsir ki, Əlildir yoxsa? aldı. Əlilliyi yoxdur. Yaşa görə. Hə, yaşa görədir. Bugünkü tədbirimiz başa çatdı. Yenə sizə təşəkkür edirəm gəldiyiniz üçün. Sizinlə xoş oldu mənə, sizin söhbətləriniz, sizin istəklərinizi nəzərə aldım. Gücüm çatan qədərdir, köməklik göstərə bilərəm, biləcəyim də. Qaldı ki, yenə də sağ olun. Bugün tədbirimiz başa çatdı. Sağ olun.